Çəkildiyin tənhalıqdan ayrıl. Rəbb səni çağırır. Başını qatan, səni içinə çəkən sosial mediadan ayrıl və Rəbbə tərəf dön. Dinlə, gör Rəbb nə deyir. Bu dövrə uyğunlaşma. Əksinə, düşüncəndə yenilən. Dəyiş, bu dövrün insanlarına bənzəyərək yox. Mənim xasiyyətlərimə bürünməklə yenilən. Məndən uzaq olan köhnə mənliyini at və yeni mənliyə bürün. Sənə fayda gətirən şeylərə bağlan. Maddi zənginlikdən öncə mənəvi zənginləşmək üçün mübarizə apar. Səni mənəvi zənginliyə aparan şeylər göylərdədir. Maddi olanlar isə yerdə toplanır. Sevimlim, yer fani, göylər isə əbədi olandır. Bu dövrün qaydaları səni korlaşdırmasın. Əksinə, kamilliyə can at ki, mən kamil olduğum kimi sən də kamil olasan. Bəli, sevimli dostum. Rəbb bugün səni və məni kamilliyə dəvət edir. İndi əlindən telefonu yerə qoy və Rəbbin önünə get. Onunla danış, sevdiklərini dinlə, onları qucaqla. Bilmirsən axı, nə qədər vaxtın qaldığını.